Paytaxtın tarixi məkanlarından biri olan İçəri şəhərdə Qarabağ Mədəniyyət Xəritəsi Hər rayonun öz səsi adlı festival keçirilir. Qeyd edeyim ki, festivalda Qarabağın mədəniyyəti, mədəni irsi və müxtəlif sənətkarlıq nümunələri nümayiş olunur. Stentimizdə ancaq milli ornamentlərdir, xına yaxtı üçündür və milli geyimlərimizdir bölgələr üzrə. Səhəngçilər var burada, samavar var. Bunların xüsusiyyətləri nədir? Bir səhəydə su çunu da bu. O vaxt qızlarımız, gəlinlərimiz bulaqdan səhəylə su götürəndə ondan istifadə ediblər. O hansı ki bu qablarımız ki var, bunda plov bişirilib. Yəni bölgələrimizdə. Sandıqlardır burada. Sonra milli geyimlərdə hansı ki bəziləri Ağdamın və Cəbrayılın. Orada Şərqi Zəngəzurun geyimi var. Hansı ki o vaxt Xurşudbanın Natavan geyini bu. Yəni biz demirəm dəqiqdir, amma onların çalarlarından biz istifadə eləmişik. Satılanda qiymətlər necə olur? Satılanda qiymətlər biraz fərqli olur. Məsələn, bu səhəngi satsa neçəyə verərdin? Onun qiyməti çoxdur, onu satmıram mən. O mənə pay verilib, yəni. Ona görə mən onu satmıram. Məsələn, burada qolbaqlar görürəm. Qiymətlər neçədən başlayır? Qiymətlər hər qiymətə var. Ondan başlayır 50-yə qədər məsəl üçün bilərzilərimiz dəyişir. Hamısı təbii daşlarla işlənir, əl işləridir. Mən düzəldirəm. Məsələn, bunlar neçədə bu daşdan alanlar? Burada məsələn üçün hər qiymət sektoruna bilərzilərimiz var. 20, 40, 45. Hər qiymətdə bilərzik tiplərimiz var. Bəs burada ən baha hansıdır, neçədir? Ən çox soruşulan boyunbağımız budur. Amazonit daşı iləndir. Qiyməti 125 manatdır. Bunun qiymətinin belə baha olmağının səbəbi nədir? Daşına görə və barok mirvarisinin olmağına görə. Mən hər çantaya uyğun çantalarıma adlar qoymuşam. Məsələn, bu çanta Xarı bülbülə bənzətdiyimə görə Xarı bülbül adını vermişəm. Hal-hazırda Qarabağ Mədəniyyət Festivalında olduğumuza görə Qarabağın milli adlarını daşıyan, Qarabağa bənzər adlar qoymuşam çantalarıma. Məsələn, bu çanta şehli bənövşədir. Yəni mən şehli bənövşəyə bənzədirəm ona görə. Bu çantamın adı Xarı bülbüldür. Bu narındır, çələbidir bu çantamın adı. Yəni müxtəlif adlar qoymuşam ki, Qarabağ Mədəniyyət Festivalında olduğumuza görə məlum olsun. Əl işlərimdir. Muncuqlardan da hər biri. Satdıqlarımız əsasən Qərbi Azərbaycana aid olan, yəni işlərimizdir. Burada gördüyünüz kimi xarı bülbüllərimizdir, milli sumkalarımızdır, butalarımızdır və bir də ki, gördüyünüz kimi təbii daşlarla istifadə olunur. Satış çox yaxşıdır. Təşkilatçılığa da dərin təşəkkürümüzü bildiririk ki, xanımlarımıza, yəni bəylərimizə, yəni sənət adamlarına belə bir şəraiti yaradır. Çox sevinirik ki, bizim əl işlərimiz nəinki Azərbaycanda, dünyanın digər yerlərində də yəni nümayiş olunur da, alıb aparırlar, istifadə edirlər. Buna biz çox şadıq. Xarı bülbül neçədir qiyməti? Xarı bülbülün qiyməti 50 manatdır. Təmiz kristal qaşlarla işlənilibdir. Burada bəs ən baha satdığınız nədir, ən dəyərli olan? Ən dəyərlimiz yenə də xarı bülbül böyükdür, böyük bir şəkildədir, 70 manata verilir. Sonra milli ornamentlərimiz olan bax döşəkçələrdir, ondan hazırladığım sumkalardır. Milli parçalardan arxada gördüyünüz kimi parçalardan fərqli modeldə sumkalardır. Yəni o qədər də böyük bir qiymətə vermirik, çünki hər kəsin büdcəsinə uyğun olsun deyə, hər kəs alsın, yararlansın deyənə münasib qiymətə veririk. Nə bişirirsiniz belə? Göy qutab eləyirik, Qarabağ qutabı. Başqa nələr olur, nələri bişirirsiniz? Paxlavamız var, şəkər buramız var, hamısı Qarabağa aiddir. Plovlarımız var, 2 cür, lobyalı plovdur, aşdı, qaralı aşdı. Şəkər buramız, paxlavamız, laçın balımız var, yaylaq balıdır. Samavar çayımız var. Necə istəsəz, hər şey. Satdıqlarımız muncuqdan əl işləri güllərdir. Bunlar şönüllərdən dipçəkdədirlər, buketdədirlər. Yəni hər biri müxtəlif zövqlə hazırlanıbdır, müxtəlif dizaynlarla hazırlanıbdır. Sonra belə toxunma pambıq iplərdən oyuncaqlarımız var. Yəni gördüyünüz kimi tısbağalar, yəni hər biri oyuncaqlar, kuklalar var. Qiymətlər neçədir? Qiymətlər məsələn bunlar 5 manatdan başlayır, bunlar 10 manatdan başlayır. Bunların da ki hər birinin ölçüsünə görə qiymətlər var. Ən baha tısbağa burada hansıdır? Baxın, ən baha tısbağamız budur, 25 manatdır. Milli adət-ənənələrimiz həqiqətən də çox gözəldir. Bu bizim milliliyimizdir. Bu gün həqiqətən bayramdır. Hər bir
aksesuarlarda olan millilik hər bir insanın Azərbaycanlı olmağını göstərir və bütün dünyada Azərbaycan milli mən arzu edərdim ki, bu ölkənin hər bir yerində belə gözəl tədbirlər keçirilsin, Azərbaycanın milliliyi tanınsın. Nəsə almısınız? Ən çox xoşunuza gələn nə olub? Sırğa alınıb, mənim həmkarım alıb, qəşəng biz sırğa indi baxırıq, biz də alacağıq yəqin ki. Milli ənənələrimizin təbliği baxımından təşkil olunmuş bu sərgi çox gözəldir. Gənclərimiz tarixi ənənələrimizə, milli köklərimizə bağlı olur bu sərgi vasitəsilə. Hər tərəfli mətbəximiz, əl işləri, tətbiqi incəsənət nümayiş olunub. Çox gözəl təəssüratlarım var, davamlı olsun. Bizim bu tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi maliyyə dəstəyi, İçəri şəhər Tarix Memarlıq Qoruğu İdarəsi və Qeyri-Sosial Maarifləndirmə İctimai Birgə təşkilatçılığı həyata keçirilir. Festival artıq dünəndən açılıb, 29 və 30 tarixlərində keçirilir. Həmin festival çərçivəsində bizim Qarabağımızın mətbəxi, onun xalçaları, mədəni mənəvi irsinin tanıtımı məqsədli keçirilir və qarşıda gördüyünüz Qarabağ atı və Qarabağ atının üzərində də Cəbrayıl və Şuşa xalçalarının naxışları ilə bəzədilmişdir. Və bizim əsas məqsədimiz odur ki, gənclərə, uşaqlara, gələn ölkəmizə turistlərinə bizim Qarabağımızın mədəniyyətini aşılamaqdır.